Salam dostlar. İşten indi çıxmışam. Dedim bir video hazırlayayım. Nürnberg'de yani hal-hazırda yani maşın sürmək Nürnberg'də o qədər də çətin deyil. Nürnberg kimi bir böyük şəhər üçün maşın sürmək əslində Bakı ilə müqayisədə çox asandır. Burada Nürnberg'də yəni park eləmək üçün pulsuz park yerləri yoxdur. Çox azdır pulsuz park yerləri. Park yerlərinin hamısı pulludur. Ancaq bunun yaxşı tərəfləri də var. Məsələn, Azərbaycanda olanda insanlar deyir ki, Bakıda park eləməyə yer yoxdur, park yerləri pulludur. Əslində bunun yaxşı tərəfləri də var. Bu Avropadan gələn qanunlardır. Məsələn, pulsuz park yerlərinin olmamağı, pulla olmağı bu insanları vadar eləyir ki, məsələn, 1 saat, 2 saat arası pulla park edirsən, gedirsən şəhərdə nə işin varsa görüb qutarırsan, alış-verişdir, nədir və yaxud gəzməkdir. Onu planlayırsan ki, 1-2 saata bitirəsən, ondan sonra gəlirsən, maşını götürürsən. Yəni bu da pulsuz olsa hamı gəlib maşınını park eləyər. Üstəlik də insanlar bilsə ki, park eləmək pulsuzdur. Hamı maşınla şəhərə çıxmağa çalışar. Bu da probkaya tıxac yaradır. Yəni bu kimi şeyləri fikirləşiblər, ona görə də şəhərdə tıxac olmur. Düzdür, müəyyən yerlər var ki, orada pulsuzdur, çox az yerlərdə elə. Ancaq şəhərin əksəriyyət yerlərində park eləmək üçün axşam saat 8-ə qədər pulludur. Axşam saat 8-dən sonra şəhərin çox yerində park eləmək pulsuzdur. Məsəl üçün, bəzi yerdə saat 6-dan sonra axşam. Şəhər böyük şəhərdir. Yeri gələndə qat-qat Bakıdan çox böyük şəhərdir. Amma şəhərin paryatkası var. Şəhərdə səlqə-səhman var. Yol təmir işləri gedir. Bu da bəzən yol təmir işləri uzun çəkir, aylarla çəkir. Yəni burada tez bazar asfalt çəkib istifadəyə vermək belə bir şey yoxdur. Asfalt çəkəndə əvvəlcə bariyerləri dəyişirlər. Hətta bariyer yararlı olsa belə dəyişirlər, kanalizasiya xəttini dəyişirlər, yolu sıfırdan qurub verirlər. İstifadəyə verilən yolda illərlə gedir. Yəni zay olmur.